xəlifə Məmun gəldi hakimiyyətə, biraz fərqli siyasət yürütdü. Çünki gördü ki, xilafətin əksər ərazilərində xalq üsyanları baş alıb gedir və üsyanların da çoxusu Əhl-i Beyt məktəbinə mənsub olan insanlar tərəfindən həyata keçirilir. Xəlifə Məmun çox savadlı, çox ayıq bir adam idi və başladı siyasi manevrlər etməyə. Həm xalq üsyanlarını yatırsın, həm də gördü ki, bəzi işlərə don geyindirsin. Öz araşdırmalarımda İmam Rıza əleyhissalamı hakimiyyətə gətirməsinin səbəbləri üçün 7 xüsusi amil görmüşəm. Nədir bunların səbəbi? Birinci səbəb ondan ibarətdir ki, xəlifə Məmun öz qardaşını öldürmüşdü. Bilirsiniz, Məmun qardaşı Əmini öldürüb hakimiyyətə gəlmişdi. Həm hakimiyyət daxilində, həm də xilafət ərazisində xəlifəyə qarşı nifrət hissi oyanmışdı. Xəlifə bu işi görməklə neynəmək istəmişdi? Birinci istəyi bundan ibarətdir ki, baxın, qardaşım fərsiz adam olduğuna görə onu aradan götürdüm, hakimiyyətdən uzaqlaşdırdım, amma İmam Rıza faydalı adam olduğuna görə onu vəzifədə önə çəkdim. Bu, Məmunun birinci səbəbi idi. İkincisi səbəb bu ola bilərdi ki, xəlifə Məmun öz şəcərəsini Peyğəmbər şəcərəsi ilə bir bilirdi. Çünki Abbas Peyğəmbərimizin əmisidir. O, İmam Rıza əleyhissalama vəzifə verməklə sanki öz əmim oğlunu vəzifədə önə çəkir və bununla da hər yerə bildirmək istəyirdi ki, mən İmam Rıza ilə, yəni Əli övladı Əli ilə əmi uşağıyam, onlarla çox yaxınam və onlarla çox mehribanam. Üçüncü mühüm bir məsələ, atasının işlərini örtbasdır etmək istəyirdi. Dedik ki, atası Harun Ər-Rəşid Əhl-i Beytə qarşı nələri eləyib? İmam Musa-i Kazım əleyhissalam 17 il həbs, axırda şəhadət, Əhl-i Beytə mənsub olan elə bir dövr olub ki, 60 Əhl-i Beyt üzvünü birdən öldürtdürüb. Məmun istəyirdi ki, atasının gördüyü bu işləri örtbasdır eləsin. Yəni, deyilənlər atama aid deyil. Görün, mən Əhl-i Beytə qarşı, Əhl-i Beyt imamına qarşı nə dərəcədə mehriban, nə dərəcədə onları sevən biriyəm. Digər mühüm bir məsələ, Məmun Abbasilər dövründə ortalığa atılmış Qur'anın xilqəti məsələsi deyirlər. Öz əqidəsinə don geyindirmək üçün İmam Rıza əleyhissalamı öz sarayına çəkir və öz əqidəsini imamın vasitəsi ilə istəyirdi ki, xalqa sırısın, xalqa təbliğ eləsin. Digər bir mühüm məsələ, dedik ki, xilafət ərazisində baş vermiş üsyanları və xüsusi ilə də Əhl-i Beyt məktəbinə aid olan bəzi üsyanların yatırılması üçün İmam Rıza əleyhissalamın əlindən istifadə etsin, köməyindən istifadə etsin. Çünki imamın çox böyük həm də hörməti var idi, nüfuzu var idi, söz sahibi idi. Bir haşiyə çıxın burada. Hamınız orta məktəbdə və yaxud da indiki dövrdə yazılmış bəzi məqalələrdə, bəzi verilişlərdə rast gələrsiniz Babək üsyanı haqqında. Hətta belə yazırlar ki, Babək kafir olub, İslama qarşı çıxıb və s. Bunların heç biri həqiqət deyil.
Birincisi ona görə ki, artıq Azərbaycan ərazisi 639-cu ildən etibarən müsəlmanlaşmışdır. Necə ola bilər ki, az qala 200 il işin üstündən keçib, yəni əhali müsəlmanlaşıb, birdən-birə bütöv əhali oldu kafir, İslama qarşı çıxdı. Bu məntiqlə düz gəlmir. İkincisi, gəlin mənbələrə müraciət edək. Madam ki, deyirsən Babək və onun cəbhəsində olan bütün insanlar qeyri-müsəlman idi, kafir idi, o zaman mənbələrin dediklərinə nə deyirsən? Ən böyük mənbələrdən biri Əbu Cəfər Ət-Təbərinin yazdığı Tarix-i Təbəri əsəridir. Tarixul Üməm vəl Muluk əsl adı belədir, amma daha çox Tarix-i Təbəri adı ilə tanınır. Həmin əsərində yazır ki, Babək öz adını İmam Həsən əleyhissalamın şərəfinə uyğun olaraq dəyişib Həsən qoymuşdu. Və yaxud başqa bir mənbə Bağdadinin Əl-Fərq Beynəl-Furaq əsərində Babəkin öz tərəfdarlarına Qur'an-ı Kərimin oxunması, öyrədilməsini zəruri bir vəzifə kimi tapşırdığı qeyd edilir. Yəni, buna xüsusi olaraq işarə etməyimin xütbədə bir haşiyə olaraq bu məsələlərin çıxmasını ona görə deyirəm ki, tarixdə Əhl-i Beyt məktəbinə çox böhtanlar atılıb. Amma elm, mənbələr, əsl həqiqət araşdırdıqca çox sadə, çox rahat şəkildə üzə çıxmaqdadır. Qaydaq xütbəmizə Məmun istədi ki, xilafət ərazisində, məsələn, elə Babəkin özünün də sakitləşdirilməsi üçün imamın əlindən, köməyindən istifadə etsin. Hətta bəzi mənbələrdə doğrudur, bunun səhihliyini sübut eləmək biraz çətindir. Babəklə İmam Rıza əleyhissalamın yazışmaları haqqında məlumatlar vardır. Məmun böyük bir ordu ilə, bilirsiniz, Babək onun xilafətin 6 ordusunu məhv etmişdir. Nəhayət böyük bir ordu, Afşin Heydər ibn Qavus da onun adı, atasının adı. Onun komandanlığı ilə Babəki aradan götürür. O filmdə çəkilən bəzi səhnələrin də heç bir əsası yoxdur. Buna da işarə edək. Digər mühüm bir məsələ. Dedik ki, ərəblərin etimadını qazanmaq istəmişdi. Yəni, İmam Rıza əleyhissalama vəzifəyə ona görə gətirdi ki, ərəblərin həm də etimadını qazanmış olsun. Və öz qızını da İmam Rıza əleyhissalama təklif etdi ki, imama qızını verməklə bir, imamın evində bir cəsus yetişdirsin, yerləşdirsin, daha doğrusu. İkinci səbəb, İmam əleyhissalamla yaxın qohum olduğunu cəmaata car çəksin. Amma İmam əleyhissalam bunların heç birini qəbul etmədi. İmam gördü ki, vəzifəni, Xorasan valiliyini də qəbul etməsə, iş biraz fərqlidir. İmam əleyhissalam məsləhət gördü ki, bu vəzifəni qəbul etsin. Amma bilirdi ki, hətta arxasında namaz qılanların bəziləri belə düşəcəklər şək şübhəyə. Necə ki, Süffeyində Həzrət Əli ilə birlikdə qılınc çəkənlər qarşı tərəf ki, nizəyə Qur'anı taxdılar, bu dəstə dərhal yolun azdı və ya İmam Həsən əleyhissalam ki, sülhə getdi, bəziləri gəldilər, imamı üzünə təhqir etdilər. Sən kiminlə sülhə gedirsən? Amma sülhün mahiyyətini başa düşmürdülər. Eləcə də İmam Rıza əleyhissalamın çevrəsində olan bəziləri imamın Xorasan valiliyini qəbul etməsinin səbəbini anlamadılar. İmamın cərgəsindən, imamın cəbhəsindən uzaqlaşıb aradan çıxdılar. İmam əleyhissalam bu vəzifəni öz öhdəsinə
götürməklə dedik ki, Əhl-i Beyt məktəbində bir sütun imama çevrildi. İmam Əli əleyhissalam, İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam və nəhayət İmam Rıza əleyhissalam Əhl-i Beyt məktəbində sütun imamlardır. Yəni onların biri olmasa o birisilər də olmayacaq. Çünki onların dövründə gedən ictimai, siyasi proseslər elə bir səviyyədə idi ki, Allah indi əzəldən onların taleyinə yazıb da bu məsələni. İmamlarımızın o rolu olmasaydı, İmam Rıza əleyhissalamın o siyasəti olmasaydı, hamımız bəlkə də 8-ci imam kimi biraz mübaliğəli deyirəm, məmunu belə imam vəzifəsində biləcək, başa düşəcəkdik. Mübaliğəli dedim. Ona görə də məsumun hərəkəti gərək istisnasız qəbul edilə. Ayə nə buyurur? Allah və onun Rəsulu sizə bir şeyi əmr etdiyi zaman möminlərə ixtiyar verilmir ki, seçim etsinlər. Niyə? Çünki məsumun elmi lədünnidir. Allah tərəfindən verilib ona. O bilir işin altında nə var. O bilir qarşı tərəfin qəlbində nə var. Ona görə də möminlərə seçim imkanı vermir ki, Peyğəmbər və ya imam deyirsə belə edək, daha sənə söz verilmir. Yox, elə etməyək, belə edək deməyə bizim ixtiyarımız yoxdur. Başa düşməyənlər əfsuslar olsun ki, zaman-zaman imamlarımızın çevrəsindən uzaqlaşıb aradan çıxdılar. Dedik ki, İmam Rıza əleyhissalamın dövründə Xorasan valiliyini götürməyə məcbur oldu. Lakin bir neçə şərtlə. İmam da dedi, əgər bu şərti qəbul eləsən, mən də Xorasan valiliyini qəbul eləyəcəm. Nədir şərtün? İmam əleyhissalamın birinci və əsas şərti bu oldu. Dedi, sənin heç bir iclasında iştirak eləməyəcəm. Vəzir vüzəra ilə nə iclas keçirəcəksən, nə məsləhətləşmələr aparacaqsan, məni narahat etməyəcəksiniz. İkinci şərtim bundan ibarətdir ki, heç bir sənədə imza atmayacağam. Məmun gördü ki, əgər o şərtləri qəbul eləməsə, İmam əleyhissalam canının bahasına da olmuş olsa, bu işdən uzaqlaşacaq. Məmun nəhayət qəbul eylədi və İmam əleyhissalam da ömrünün sonunadək o şərtlərə sadiq qaldı.